Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli münasibətlərin yüksək səviyyəsini ifadə edir. Protokol qaydalarına əsasən dövlət səfərləri rəsmi səfərlərdən ciddi şəkildə fərqlənir. Dövlət səfəri diplomatik mərasimlərlə müşayiət olunur. Özəlliklə bu amili nəzərə aldıqda prezidentin bu səfəri rəsmi Bakı ilə Pekin arasında əlaqələrin gücünü, inkişaf səviyyəsini və ali pilləyə qədəm qoyduğunu simvolizə edir. Şübhəsiz ki, münasibətlərin bu mərhələyə qədəm qoyması həm də tərəflərin birinin digəri üçün strateji mahiyyət kəsb etməsi ilə əlaqələndirilir. Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı güc olmaqla yanaşı həm də ticarət əlaqələri üçün strateji hub rolunu oynayır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Çinin regiondakı ən böyük ticarət tərəfdaşıdır. Liderlərin görüşü çərçivəsində nə az, nə çox düz 21 strateji sənədin imzalanması isə hökumətlərin bundan sonraki səyləri ilə bağlı konkret proqnozlara rəvac verir. Dövlət başçısının Çinə səfəri və imzalanan sənədlər göstərir ki, həqiqətən də 21-ci əsr orta dəhliz dövrüdür və bu dəhlizdə Azərbaycanın geosiyasi payı çoxdur. Həmçinin Çin ilə Azərbaycan arasında yeni iqtisadi layihələrə start veriləcəkdir və onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında kommunikasiyaların açılması üçün danışıqlar sürətlənə bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi geosiyasi oyunlar getdiyi bir vaxtda Çin ilə əməkdaşlığı gücləndirmək istəyir. Dövlət başçıları səviyyəsində şaxələndirilmiş və inkişaf etdirilmiş əlaqələr sistemi bugün özünü ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat fonunda açıq şəkildə göstərməkdədir. İnvestisiya tərəfdaşlığının gücləndirilməsi məqsədi ilə işçi qrupunun yaradılması qərarı dolayısıyla ölkəmizin iqtisadi potensialını stimullaşdıracaq. Düşünürəm ki, Çinin Cənubi Qafqazda, Xəzər regionunda artıq Azərbaycanı lider bir ölkə kimi qəbul edir və yalnız regionda, Cənubi Qafqaz və Xəzər regionunda Azərbaycanın nəqliyyat və lojistika imkanlarından da istifadə edəcək. Azərbaycan Çinlə Qərb arasında əsas nəqliyyat qurşağında yerləşir. Əsas nəqliyyat hub'ı Azərbaycan üzərindən keçir. Orta dəhliz onun əsas segmenti olan Zəngəzur dəhlizidir. Məhz Çindən Qərbə, Avropaya daşınacaq, həmçinin digər qərbdən Çinə daşınacaq yüklər məhz təhlükəsiz və sabit şəkildə qısa yolla orta dəhliz və Azərbaycan üzərindən keçəcək. Təhlillər göstərir ki, bugün Azərbaycanla Çin qloballaşan dünya nizamında gedən proseslərə ortaq mövqedən yanaşır. Mədəniyyətlər arası inteqrasiyanın həyata keçirilməsi üçünsə turizm sektorundakı əlaqələrin formalaşdırılması ciddi təkan kimi qiymətləndirilir. Bu mənada iki ölkə arasında viza rejiminin ləğvinə dair sazişin imzalanmasının münasibətlərin yeni mərhələyə daxil olmasına imkan verəcəyi düşünülür. Zeynəb Mirzəyeva, Real.